İqtisadi resursların öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə mikrosahibkarlıqda innovativ həllər layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirib. Tədbir Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt bölməsinin təşkilatçılığı ilə Qartal Tikinti firmasının baş ofisində təşkil olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt şəhər nümayəndəsi, Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov gələn qonaqları salamlayıb və təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. Şahin Məmmədov çıxışında Sumqayıtda təlimin əhəmiyyətindən, xüsusilə də sahibkarlıqla məşğul olan həssas qruplara faydasından danışıb. Daha sonra Sumqayıt KOB dostu Etibar Əliyev regionda belə layihələrin keçirilməsinin zəruriliyindən bəhs edib. İqtisadi resursların öyrənilməsi İctimai Birliyinin rəhbəri, təlimçi Ruslan Atakişiyev, sahibkarlıqda sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarə olunması üzrə interaktiv müzakirə təşkil edib. Layihənin əsas məqsədi qazilər, şəhid ailələri, həssas qrupa daxil olan əlillər, qadınlar, gənclərin sahibkarlıq fəaliyyətinə inteqrasiya edilməsində onlara maliyyə idarəçiliyinin öyrədilməsi, həmçində vergi və mühasibatda qarşılaşdıqları ilkin problemlərin həlli ilə bağlı məsləhətin verilməsidir. Bu layihənin əsas tərəfdaşlarından biri maliyyə dəstəyi Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir və icraçısı da İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyidir. Sumqayıt şəhərində bu günlərim Qartal firmasının binasında tədris mərkəzində bu layihə həyata keçirilir. Bu layihədə sahibkarlıq subyektlərinə daha detallı bir şəkildə sabit xərclərin, dəyişən xərclərin öyrədilməsi həyata keçiriləcəkdir. O cümlədən sadələşdirilmiş vergi üzrə və hər hansı bir vergi qanunvericiliyində olan yeni dəyişikliklər haqqında məlumatlar, bununla yanaşı olaraq vergi ödəyicilərinin hüquqları və vəzifələri izah olunacaqdır. Qeyd edək ki, təlimdə ümumilikdə 20-yə yaxın sahibkar iştirak edib. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.